Eşq olsun sizə, eşq olsun Azərbaycan gəncliyinə. Təsadüfi deyildi ki, tədbirimizə himn ilə başladıq. Burada Azərbaycan gəncliyinin gücünü biz görürük. Əslində, Motivator layihəsini izləyirsiniz yəqin ki. İzləyənlər kimlərdir Motivator YouTube kanalını? Möhtəşəmsiz. Yəqin ki, qəbul eləyərsiniz. Bu təkcə YouTube kanalı kimi başlamışdı. Əslində daha da böyüyüb. Bugün belə bir böyük platformaya çevrilib, amma təkcə YouTube kanalı belə bu qədər gəncə öz gələcək üçün görəcəyi işlərdə, quracağı bizneslərdə böyük bir xəritə olub. Böyük bir yol, böyük bir cığır olub. Və bugünkü tədbirdə əslində biz bu cığırın daha da real bir proyeksiyasını görəcəyik. Həmin o uğur hekayələrindən ilhamlandığımız insanları daha yaxından tanıyacaq, daha yaxından dinləyəcək. Çox maraqlı sürpriz qonaqlarımız da olacaq yeri gəlmişkən. Davamında isə musiqi nömrələrinin də şahidi olacağıq. Və onu da qeyd edeyim, bu forum Motivator layihəsinin əslində ilk formudur. İlk form olmasına baxmayaraq belə gözəl bir izdiham var, belə gözəl, parlaq bir gənclik var, möhtəşəm qonaqlar var. Davamında onu da qeyd edeyim ki, sizə hədiyyələrimiz var. Lotereyadan xəbəri olanlar var. Kimlər 10-11 arasında gəlib? Əla. Bilirsiniz də yəqin ki, 10-11 arasında gəlib qeydiyyatdan keçənlər arasından seçilənlər olacaq və onlara İrşad tərəfindən 8 ədəd smartfon, 6 ədəd qulaqlıq, 6 ədəd səs ucaldan hədiyyə ediləcək. Yəni, aranızdan seçiləcək məhz 20 nəfər bu hədiyyələrdən birinin qalibi olacaq. İndi, başlamazdan öncə necə hiss edirsiniz özünüzü? Özümüzü bir alqışlayaq gürültülü. Möhtəşəmsiz! Möhtəşəmsiz, çox maraqlı qonaqlar bizi gözləyir. Əziz qonaqlar, əziz gənclər, gənclərimiz necə olmalıdır? Gənclərimiz belə enerjili olmalıdır. Gənclərimiz məqsəd yönlü olmalıdır. Gənclərimiz hədəfə fokuslanmalıdır. Və çox maraqlı, çox sevdiyim bir sitat var. Deyir, gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Bu sözü isə mən demirəm, ümumilli lider Heydər Əliyevin sözüdür. Bilirsiniz, onun o gənclər siyasəti, daim gələcəyə fokuslanan, proyeksiya olan izi, yolu və bugünkü bizi əslində formalaşdıran bir siyasətdən söhbət gedir ki, təklif eləyirəm, Ulu Öndər Heydər Əliyev elə vaxtında gənclər üçün nə demişdi? İndiki Azərbaycan gəncini necə görmüşdü, necə görürdü? Bir, ona nəzər salaq. Ümumilli liderin gənclərlə bağlı çıxışı var. Dinləyək. Davamında proqramımızda davam edəcəyik. Buyurun. Azərbaycanlı karateçi Irina Zaletska dünya çempionu oldu. Əziz balalar, sizə Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə sağlam həyat və xoşbəxt gələcək arzulayıram. Dünyanın mürəkkəb iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini bənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu vəzifəni siz şərəflə yerinə yetirəcəksiniz. Allah Ulu Öndərə rəhmət eləsin. Bəli, əslində bizə burada yığılan kimi gələcəyini düşünən, gələcəyinə fokuslanan gənclər lazımdır. Ki, əslində Motivator layihəsinin izləyicilərinin bir ortaq nöqtəsi var ki, onlar üçün gələcək önəmlidir. Onlar üçün bir şeyləri qurmaq, yaratmaq önəmlidir. Onlar üçün nələrisə dəyişmək, öz həyatını, ailəsinin həyatını dəyişmək önəmlidir. Məhz bizi bura yığan, bizi bir yerə cəmləyən, bizi eyni platformanın izləyicisi eləyən şey budur. Motivator, elə bilirik ki, dünən yaranmışdı, elə bilirik ki, dünəndən başlamışıq izləməyə, amma düz 5 ildir bizimlədir. Düz 5 ildir ki, biz ora baxıb həyatımızda gedəcəyimiz yollar üçün bir cığır görürük. Motivator layihəsinin
Keçmişi, dünəni, yaranması və bugünü barədə də bir daha yaxından izləyək, sonra davam edək. Az öncə də qeyd elədiyim kimi, Motivator elə bir layihədir ki, bir-birinə bənzəyən, həyatında və həyatda bir şeyləri dəyişmək istəyən insanlar bu layihə ətrafında toplanıb və elə bir layihədir ki, orada videolara, oradakı uğur hekayələrinə baxırıq, amma bir çoxu da əslində nə vaxtsa özünü o layihədə qonaq kimi təsəvvür eləyir. Nə vaxtsa mən də həyatımda nələrisə dəyişəcəm və Motivatorda qonaq olacam və kimlərəsə motivasiya verəcəm. Qadın dünyanın ən özəl və ən dəyərli varlığıdır. Onları bu özəl gündə dəyərli zinət əşyaları ilə sevindirin. İlin hər günü özəl hiss etməmiz diləyi ilə. Ümid edirəm ki, bu baş verər. Həyatınızda elə böyük uğurlara nail olarsınız. Elə Motivatorda uzun illər davam eləyər və siz orada qonaq olmaq şansını əldə eləyərsiniz ki, siz buradasınızsa bugün, hamınızda da bu işıq, bu perspektiv var məncə. Yeri gəlmişkən, əziz xanımlar, sualım xanımlaradır. Saxara salonlarını tanıyırsınız? İstifadə eləyirsiniz? Razısınız? Narazı olan var? Bilirsiniz nəyə görə soruşuram? Çünki birbaşa Saxara salonlarından qurucusu, rəhbəri qonağımız olacaq. Onu dinləyəcəyik. Uğur hekayəsi. Bu salon necə quruldu? Necə ölkədə bu qədər ad, san və brendingə nail ola bildi? Elə isə gürültülü alqışlarınızla Sərxan Qulamlı. Salamlar dostlar. Hər kəs salamlayıram. 11 ildir profesional səhnələrə çıxıram. Hər dəfə eyni şeydir və nədənsə bütün forumlarda birinci mənə çıxarıram. Mənim bir dayımın sözü var. Deyirdi, evin kiçik olmaqdansa donuzun böyük olmaq lazımdır. Hər gənc olduğum üçün sən çıx. Arkada səmimi sözünün bir həyəcan var. İnanılmaz dərəcədə bir kaos var. Gənclər, əvvəl sizi gördüyüm üçün çox şadam. Sizə yaltaqlanmalıyam ki, siz məni sevəsiniz. Çünki bir lider sevilməlidir. Mənə sevirsinizsə bir alqışlayaq, başlayaq forumumuza. Okey. Dostlar, ümid edirəm ki, çıxışımın sonunda daha, necə deyərlər, güclü bir alqış ala bilərəm sizdən. Bizim normalda video gördüyünüz o videolar deyil. Biz onu yaşamırıq, siz də yaşamayacaqsınız böyük ihtimal. Çünki onu yaşamanın bədəli inanılmaz dərəcədə çox çətin və keşməkeşli bir yoldan olmur. Azərbaycanda çox güclü biznesmenlər var. Amma bu auditoriyanın qarşısına çıxa bilmirlər. Sıfırdan gəlmək, özü əziyyət çəkib gəlmək hər kəsin daşıya biləcəyi bir zəhmət deyil. Onu kimlər ki eləyirlər, onlar çıxıb anlatıq danışa bilirlər. Mən sizə o biznesmenlərdən olmağı arzulayıram. Ümumiyyətlə sizə biznesmen olmağı arzulamıram. Çünki bir proses keçəcəksiniz, o gördüyünüz həyat olmayacaq. Mən sizə qısa bir vaxtım var. Birinci olduğum üçün auditoriyanı almalıyam. Bəzi gənclər var orada öz o səsi almalıyam. Mən biraz buranı başa düşdünüzdə mən kiməm. Hani o vəzifəni mənə veriblər ki, insanlar səni dinləsin. Sözsüz ki, bu mənim bacarığım və liderlik ruhumla olmalıdır. Mən necə deyə bilərəm ki, bu səhnə sakit və bu auditoriya məni dinləsin. Neyə bilərəm bunun üçün? Bəlkə bir gürültülü alqışla hər kəs xəbərdar edək. Tamam. Və gənclər, bunu demək istəyirəm ki, sizə, bugün sizə çox lakanik, konkret bir çıxış edəcəm. Normalda deyir ki, necə uğurlu oldun, deyir, başqa variantım yox idi. Yəni, başqa şansın yoxdursa, məcbur uğurlu olmalısan. Bu, hələ mənim kimi bir coğrafiyada doğulmuşsansa, siz deyirsiniz, coğrafiya nədir? Hansı talihidir onun kaderiyle, hə? Gənclər, ümumiyyətcə, başqa ölkədə yaşamaq istəyənlər bir əlini qaldırsın. Tamam. Bəs xarici dil bilənlər əlini qaldırsın. Tamam. Gənclər, sonda bir mesaj verəcəkdim, sizə indidən deyim. Ən dəyərli şey vaxtımız və gəncliyimizdir. Və ən qiymətli şey də budur. Gəlmişsiniz bura, sosialləşin, müğənnilər çıxacaq, orada deyin, gülün, əylənin. Müğənni dinləmək lazım deyil, o anı yaşamaq lazımdır. Amma bu adamı əmin olun ki, dinləsəz uzmazsınız. Siz nəyə görə? 19 yaşı olanlar əlini qaldırsın. Bəli, mən bu adamam ki, 19 yaşında bu ölkəyə 3 dənə sahibkar, biznesmen yetişdirmişəm. Hal-hazırda Saxara markasının ortaqlarıdır. Və siz bu adamı dinləmək yerinə saatlarla vaxt keçdiyiniz adamla söhbət vermək istəyirsiniz. Özünüz bilərsiniz.
Mən normalda çıxışlarda çox aqressivəm. Spikerlərimizdən dəyərli Xəyal doktor mənə deyir ki, belə demə, gənclərin antisempatiyasını qazanarsan. Mən deyirəm ki, yarımızdan bir şey olmaz. O da mənə səbəbsiz deyir, demə səhnədə bunu. Olan işitmək istədiyi şeylər deyək ki, bizi dinləsinlər, sevsinlər, deyib layıqlasınlar və s. Yox, çünki mən də bir atayam, mən övladıma da deyirəm. Səhv edirsə demək lazımdır. Gənclər, çox qəribə şəkildə bir biznes quracaqsınız, batıracaqsınız. Amma məndən soruşsanız ki, biz biznes mi quraq? Yoxsa gözəl bir şirkətin back-ofisində mi işləyək, back-ofisində işləyək? Və bunun üçün sizə bir slaytları verək zəhmət olmasa, sizə bir lakanik yol götürmüşəm. Əslində biznesdə nələr etməliyəm, yox, nələr etməməlisiniz deyə danışmalıyam mən. Vaxtımız azdır, inşallah böyük bir forumumuzda daha geniş danışa bilərik. Gənclər, bəx nəyə görə soruşdum? Başqa ölkədə yaşamaq istəyənlər. Başqa ölkədə yaşamaq istədiyiniz şeylər ki var beyninizdə, bu səbəb qoymuşsunuz ha. Əmin olun ki, olan heç biri doğru səbəb deyil. Bilirsiniz niyə? Mən arzuladığım, 13 yaşında arzuladığım maşını sürürdüm. O maşın ki, hansı ki off-road bir maşını idi. İndi asfaltdan düşürə bilmirəm onu. Şəhərdən çıxa bilmirəm ki, onu sürüm. İstədiyim evi almaq arzuluyordum. İnanın səmimiyyətimə, o gün qızım mənə dedi ki, sən o evi niyə satmırsan, onsuz da yaşamırsan. Ciddi sözümdür. Və çox qəribə bir şeylə deyim sizə. Bəlkə 100 dənə t-shirtim vardır. Amma mən həmişə qara eyni t-shirti geyinirəm də. Bu gün yuyudu, sabah onu geyindim belə. Yəni, bu gün sahib olmaq istədiyi şeylər var ha. Əslində sahib olduqda heç bir dəyəri qalmayacaq. Sizin məqsədiniz olmalıdır. Mənim məqsədim nədir bilirsiniz? Saxara marka deyərəm. Dünən bir dostuma danışdım. O mənə dedi ki, onu danış da orada dedi. Bir gün sıxıntılı bir dönəmlərdir. Saxara Blue açırıq. Hər zaman deyirəm, ümumiyyətlə mənim haqqımda qısa məlumat almaq üçün Motivator Azərbaycan kanalının səhvlərimizin 150-ci buraxılışı məndədir. Bütün həyat hekayəm və s. bir saat orada var. Detallara baxa bilərsiniz. Vaxtımızı almayaq, tamam? Təsəvvür edin gənclər, 7-8 ay bundan öncə mənə bir təklif gəldi, bir dostumuz tərəfindən ki, sizlə görüşmək istəyən bir qurum var. Getdim, bunlar Azərbaycanın çox qlobal tikinti şirkətləridir, hansı ki, tikinti işlə məşğuldurlar. Və dedi ki, biz sizi izləyirik, tanıyırıq çoxdandır. Biz sizin Saxara brendinin 50%-ni almaq istəyirik. Böyle dedim ki, belə bir satış məqsədim yoxdur. Sizin məqsədim. Dedi ki, sənin başında olmaq şərti ilə biz Saxara brendinin özümüzə görə qiymətləndirməmiz 5 milyondur. 2,5 milyon veririk və Saxara markasının 50% olduğu strukturda sizdə qalmaq şərtinin bizim olur. Yox dedim, döndü yanındakına bunu dedi. Adam 10 saniyə düşünmədi 2,5 milyonu. Ona görə yox ki, mən 2,5 milyona ehtiyacım yoxdur. Ona görə ki, mən markaya inanıram. Daha böyük dəyər qazanacağına inanıram. Və sonra nə oldu bilirsiniz? Təmir prosesləridir, düşünün də hər gün xırda xərclər çıxır. Gəldim mən belə maşına oturanda fikir verdim ki, cibimdə demək olar ki, pul yoxdur. İçəridə 2,5 milyonu yox demişim, cibimdə pulum yoxdur. İşte dedim ya sizə, Lamborghini sürmək istəyirsiniz, Dubayda 120 manatdır, 120 dollardır kirayəsi. Gedin götürün sürün. Amma Lamborghini alıb, aparıb hansısa plazanın qarajında və yaxud da yolun kənarında saxlayıb günün altında gedib günü 100 manata işləyəcəksinizsə, o axmaqlığı eləməyin. Və məqsədiniz olsun. Siz nə üçün buradasınız? Bax, mən gözlərdən oxuyuram o adamlar kim olacaq. Bilirsiniz niyə? Mənim beynimdə belə bir şkala var. Bir insanı az tanıdıqda o yerə düşür. O adamlardan əvvəl 10 dənə, 100 dənə tanımışam. Görürəm buradan. Bir gün bir işçimizə mən bir kitab hədiyyə eləmək istədim. Bilirsiniz, standart varlarda kitab, kasıbada kitabı. Getdim, 2 kitab mağazasında yox idi. Belə bir tərəddüd keçdim o. Həqiqətən bizim gənclərimiz o qədər ağıllanıb mı? O qədər inteqrasiya var mı? O var mı, bu var mı dərkən bir kafenin girişində 2-3 dənə oğlan gördüm, dalaşırdılar. Dedim yox, hələ şükür Allaha mənim qızımın bağbanı var, zibil atanı var. Həyatın bu tərəfi. Siz seçəcəksiniz bu gün. Bax, necə ki, arxa sırada bəzi dostlarımın seçimlərini ediblər artıq. Və anlamıram, onlar niyə buradadılar hələ də. Sizə dəyər qatmayan valideyniniz belə olsa uzaq durun. Sevin, sayın, amma uzaq durun. Özünüzü gəlişdirin, uşaqlar. 2003-cü il, 4-cü il idi herhalde. Naxçıvanda mən davranışlarımı cid üçün baxırdılar. Bilirsiniz nəyə görə? Çünki mən indi bilmək üçün deyirəm, 140'dan çox dünya brendinin daxil olduğu L'Oreal Paris'in Azərbaycandakı ambasadoruyam. Siz firmalardan gelip pul verib alırsınız ha, bəzi məhsulları. O firma mənə pul verir ki, mən məhsulumu işlət. Başa düşdünüz, Naxçıvandan çıx
və sən gəl L'Oreal Parisin tanıdığı bir adam ol. Və bunu siz neçə ildə bacar? 13 ildə. Siz bunun uğur olduğunu anlamaq olsun. Və mən rus dili, ingilis dili bilmədən eləmişəm bunu. Və mən ilk dəfə Bakıya gələndə 2013-ci il idi. Başa düşdünüz nəyə demək istəyirəm? Sizin indiki networkinginiz var ha. Mən heç vaxt belə bir ortamda olmamışam. Əgər mən belə bir ortamda olsaydım, o adamların ağzının içinə baxardım. Bilirsiniz niyə? Mütləq ki, həyatımda bir şey mənə öyrədəcək. Bir dəyər qatacaq. Yenə də deyirəm, mən Muradlara, Kamranlara və s. dostlarımız, hansı ki bizim komandanın heyəti var. O uşaqların 10 il əvvəl şəkillərinə baxanda sadəcə gülməyim gəlir. Təsəvvür edin, 19 yaşında bir oğlan bir gün gəldi ki, Sərxan bəy, daha sonra mən bəy deyimlər, rəis deyirlər. Dedim, buyur. Ki, mən dedi, bir idman maşını alım. Dedim, yox, öncə atava bir ev al sonra. Ailəsinin evini dəyişdi. 19 yaşında bir oğlan düşünün, bəylər. 19 yaşında. Valideynin ev alır. Və sonra bizdən icazə alaraq deyir, öz idman maşınını alır. Başa düşürsünüz? Və o uşaq bizi 6 il əvvəl gələndə belə əlində təsbih, belində bıçaq olan bir uşaq idi. Başa düşdünüz? Və o uşaq indi, biz prost deyirik, Fransaya gəlsən deyir, yox, mən deyir, işlərim var, mən Yunanistan'da olacam və s. İndi bu uşaqlar da var, 19 yaşında. Çox təəssüflər olsun ki, yeni ilgili sahil metrosunun qabağında qışqıran uşaqlar da var. Seçimi hər kəs özü edir. Düzdür? Bu gün seçim edirsiniz, dostlar. Bu yaşda seçim edirsiniz. Bugün qızımın Çin dili imtihanı var. Yoxsa onu dəvət edəcəyim. 8 yaşında öz biznesi var. Sakarya salonlarından partnyordur. Ciddi sözümdür. Ayda da 430-480 manatlık gəliri var. 8 yaşında. Mən rus dili bilmirəm, rus dilini tərcümə edib pul alır. İngilis dili bilmirəm, ingilis dilini tərcümə edib pul alır. İndi də deyək ki, Çin global bir şirkət, dünya dev olacaq. Orada da sən böyüyedirsin, çünki auditoriya orada da səndən pul alacam. Yəni biz pulu içəridə döndəririk evdə. Sizə arzum odur ki, lazımlı gənc olasınız. Bütün çıxışlar deyirəm. Sən kimə lazımsan? Bax, səsimi eşidən hər kəs üçün deyirəm. Siz bilirsiniz nə qədər qiymətlisiniz. Bugün ölsəniz neçə insanın həyatı dəyişəcək. Sizə bir şey etiraf edeyim. Çoxunuzun heç evdə yoxluğu hiss olunmayacaq, bilirsiniz? Hansı ki o gənclər özləri bilir olar kimdir. Özlərinə görə haqları var. Çıxışımızı edək və görəcəksiniz nələr deyirəm. Next deyək. Dostlar, demək, problemlər. Mən biznes qurmaq istəyirəm və yaxud da böyük bir şirkətdə işləmək istəyirəm. Amma problemlər var. Mən keçən çıxışda demişdim, mamam məni döyməyə çağırında bıçaq tulluyurdu. Mən indi anamı hər gün yığıb, mama, qurban olun, bir ehtiyacın var mı deyirəm. Siz travmam var deyirsiniz. Valideynim mən səsini ucaltdı. Keçən bizim qız elədi onu mənə. Əsəbləşdi mənə, 8 yaşında qapını çırpdı, getdi otağına. Getdim, qapını açdım, çıxartıb qoydum koridora. Dedim, bir ay otağın koridor qapısız qalsın, görəcəksən. Yəni ki, travma sadəcə özünüzü haqlı görmə səbəbidir. Hə, içimizdə mütləq ki, travmatik bir həyat yaşayanlar var. Amma indiki gənclər var. Keçən bir foruma məni dəvət elədilər. Dedi, günümüz necə keçir? Dedim, gənclər gəlin məndən bir gün keçdi. Axşam gəldilər bir. Hələ ki, orada bir gənc var. Aydan xanım artıq oradan bizi şey götürmüşük. Çox qəribə bir şey oldu. Dedi ki, işlək prosesi necə olur sizə? Dedim, standart iş prosesi. Dedi ki, mən işləmək istəyirəm sizdə. Dedim, nə qədər maaş alırsam? Rəqəm dedi, maaşının 100 qatını verməyə razıydıq. Yəni, elə bir maaş işləyirmiş ki, qız. Yəni, onları dediysə, 60-70 qəbiyyət düşürdü günü. Yəni, belə bir... Ona görə də bu gəncləri biz yetişdirdik, amma Aydan xanımla bərabər 6 gənc gəlmişdi. Eyni gündə işi buraxdılar. Bilirsiniz nəyə görə? Xəyalınız və məqsədiniz başqadır. O, bəyək göstərdiyim videolar var, ha. Biz onun heç birini yaşaya bilmirik ki. Mən evə 4-də gedirəm. Səhər 8-də, 9-da işdə olmalısan və təsəvvür edin, 200 nəfərin problemini əldə edirsən. WhatsApp, zəng, otağıma girir, 200 nəfərin də bir 200 müştərisi olanda hara vurur və sən bu arada Lamborghini və minib belə Rolex stories mi atacaqsan? Mən o gün bizim uşaqlar maşında oturur, musiqi açdılar, istəyirəm ki, mənim maşında musiqi var imiş. Maşında oturursan, Airpods taxdın, zəng, telefon, ora zəng girə, bura zəng girə, çatdım yerə, mənim maşının maqnitofona ehtiyac yoxmuş, sən demə. Anladınız mı gənclər? Problemləri suyunu yaradırsınız, özünüzdə yaradırsınız. Bugün bir afisiyant oğlan var, gedirəm, sevirəm xidmətini, baxıram, 5 il sonra da afisiyantdır. Sən mənə tutmusan, tanımısan, düzdür mü? Mən sənin müştərinlə və sənin xidmətindən razıyam.
Davaydı məni investor olaraq götür, öz balaca restoranımı aç. Nə olur, mən sizə deyim, məndən çıxan gənclər var. İlk fürsətdə işini qurdu, balaca bir biznesini qurdu, naxadır. Bir dənə rentekardan maşın, əgər uyğunsa bir xanım, qızsa 2 dənə padruqa, davay, rayona istirahət, biznesi qurub da artıq. Bunu bu gün bir qeys edə bilmir. Şirkət adamların özləri açırlar hələ də. Bu işi onu yarattı da, Netflix şeyi qurdu. Bir də bu gənclərdə çox vaxt görürəm. Ayda xanım Cinli qrubunda. Deyir, yaradacam mən deyir, startup yazacam. Startup bizdə yazılma ehtimalı çox azdır. Məncə siz istehsalda işləməlisiniz. Biz hələ ki ölkəyik. Demirəm ki, startupdan uzaq durun. Proqramlaşmanı da öyrənin. Amma problemlər önəmli deyil. Next verək. Maddiyyat. Bu arada bunu deyim, biz salon açarkən hesablayırıq ki, bizə 400 min pul lazımdır, bizim nə qədərimiz var? 3 min manatımız. Deməli, biz 400 min tapmalıyıq və biz belə yola çıxırıq. Sıfırdan başlayanlar üçün deyirəm ki, sıfırdan başlayırsa bombadır hər şey, mənfidən başlamaq lazımdır. Öncə qohumlara yalvarmaq, xahiş eləmək ki, sizə zamin dursun, siz kredi çəkirsiniz, ondan sonra it kimi işləyirsiniz, o kredi ödəyirsiniz, ondan sonra sıfıra gəlməyimiz 3 ilinizi alır. Amma sən tam yorulmamalısın o anda. Və bunun üçün bir təsəddür söz deyirəm sizə. Haçan yorulsanız, bezdim, buraxdım desəniz, siz deyirsiniz. Bəs indiyə qədər elədiklərim deyəcəksiniz. Amma indiyə qədər elədiklərim deməyiniz üçün çox zəhmət çəkməlisiniz. Okeydir dostlar burada? Növbəti. Negativlik. Çoxunuza baxıram. Tamam, başa düşürəm. Hər şeyi başa düşürəm. Amma çox böyük bir gülüş olmalıdır üzvüzdə. Bilirsiniz niyə? Unutmayın, insanlar ətrafında xoşbəxt insanlar istəyir. Mən hər zaman sevmədiyim insanlara belə gülürəm. Bax, buradakı axran sistemindən, idarə sistemindən, bu işıqlardan, hər kəs məni çox istəməyini istəyirəm. Siz niyə? Gəlirəm, salam, necəsiz, günümüz xeyirli olsun. Mən onunla məsəfəli də danışa bilərəm. Amma sabahlarım mənim ondan işim gedəcəyini çox yaxşı bilirəm. Çünki ölkə balaca, Bakı balaca. Bu mənfəətdir. Unutmayın ki, qarşılıqlı çıxar yaratmalısınız. İnsanları bir-birinə xoş niyyət, yaxşı oğlansan. Bu bizi iplə bir-birimizə bağlayır. Amma qarşılıqlı çıxarlar, hər sən yaxşı oğlan dedikcə, sən pul qazanırsan, mənə faiz verirsənsə, bu bizi bir-birinə zəncir kimi bağlayır. Yəni, negativdən uzaq, maksimum pozitiv, enerjimiz yüksək olmalıdır. Bunu bir səslə göstərin mənə. Bu şeylər yazılanda ki, spikerlərin çıxışı, Günəli xanım da Saxara birinci çıxsın. Deyirəm, niyə? Deyir ki, niyəsə bilmirəm, auditoriya ilə danışmaq və əl almaq söhbəti var. Bu gənclər necə adsız, necə gözəl bir şeydir. Bu dəqiqə sadəcə divanda uzanıb, telefonda kəşfətdə fırlanan gənclərin olduğu bir ölkədə bu saatda burada ayaqda bizi dinləyirsiniz. Mən sizi alqışlayıram, xahiş edim, özünüz alqışlayın. Next verək. Mühakimə etmək. Biz sizdə short ənənəvi şeydən başlayaq. O səhv etdi, o belə elədi. Heç birimizin həyatına qarışmağa və mühakimə etməyə haqqımız yoxdur. O bunu mu öyrəndi? Əcəb elədi. Ömrüsə diyardan buraxdı. Əcəb elədi. Xarici mi köçdü? Əcəb elədi. Neyinir? Əcəb eləyir. Öz həyatınıza baxın. Həyatınızı nə qədər mükəmməl eləmişsiniz ki, durub bunun kəşfetinə, storisinə baxıb insanların həyatına qarışmağa haqq görürsünüz də. Baxın uşaqlar, səmimi sözümdür. O gün bir şair var, Kamran Ağamaliyevin bir qonağı idi. Pülhan, şair Pülhan. Gözəl bir söz dedi və mən orada yazdım ki, Yunanistandaydım keçən həftə. Dedim ki, 5 ildə, bəlkə də 10 ildə bir kommentariyi yazaram. Dəyərli olsun. Kommentariyamın 6000 nə qədər like-ı var. Başa düşdünüz? Girirsiniz, oradan girirsiniz, o söyürsünüz, buradan girirsiniz, bunu sən belə olmasa. Bu nədir? Bu qətiyyən sizi məhv edəcək. Okey? Geç. Hadi, vaxtımız yoxdur. Mənə çox az vaxt veriblər. Şikayətlənmək. Ay, nə bilim, mən çox çətin bir yerdə yaşayıram, evim manatlıqla gedirəm. Hər zaman sevirəm bu rəqsi. Avtobusdan düşürəm, evimizə gedərkən balerin kimi daşların üstü ilə yeriyirəm. Ayağım parslanmasın deyə. Bunların hamısı yaşamışıq. Şikayətlənmək lazım deyil. Warren Buffett'ın çox gözəl bir sözü var. Hansı ki, o Coca-Cola'nın sahibindən çox qazanan, Apple'ın sahibindən çox qazanan adam var. Warren Buffett'ın çox möhtəşəm bir sözü var. Hazırsınız dostlar? Deyir ki, uğurlu olmaq üçün tək şey lazımdır. Kasıb ailədə doğulmaq. Möhtəşəm bir şeydir. Səmimi sözümdə möhtəşəm bir şeydir. Bu günlərim mən bir kassiri misal üçün məndən pul oğurlayar. Onu tutaram mən. Çünki kasıb olmuşam.
o qız o maaşı işləyən qızdırsa, o hərəkətlər eləməməlidir. Anında verir, alarm verir, önə çıxır. Sizə qarşı bir oğurluq eləmək istəyəndə anlayırsınız. Bir şey yüksək qiymət deyəndə anlayırsınız. Hər şeyi anlayırsınız. Kasıb ailədə doğulanlar özünüzü sevin, möhtəşəm bir şeydir bu. Artıq növbəti addım ileridir. Amma ya imkanlı olsaydı, bilməyəcəydiniz ki, bunun o tərəfi var. Və o tərəfə düşmək daha asan da olacaqdı. Siz zaten sıfırdan başlamışsınız da, nə itirə bilərsiniz ki? Düzdür? Növbəti spet. Hadi, bahanələri danışdıq zaten. İşte dediyim kimi. Mən Rusli bilmirəm, mənim üçün bahanəm var idi, amma öyrənə bilərdim, öyrənmədim. İşte mən Naxçıvanda doğulmuşam, bu bahanələrinizi boş verin. Sadəcə iləri öyrənin. Sosial media var, internet var. Hər şey əlimizin altındadır. Bugün YouTube'a, Google'a yazıb öyrənə bilməyəcək işinə yoxdur. Mən 7 il əvvəl Mendeleevin cədvəlini, ciddi sözünü Google'dan öyrəndim. Amma mənə onu 3 ildə, 4 ildə məktəbdə ki, mən 8-ə qədər oxumuşam, öyrədə bilmədilər. Bu da bizim minusumuz olsun. Next verək. Demək, sahibkar olmaq üçün öncə bizim kimi kiçik şirkətlərdə iş sahibi olun. Öyrənin. Səhvinizi orada edin. Biz buna razıyıq. 10 il əvvəl gedib qapısını döydüyünüz biznesmenlərdən deyilik. Siz birbaşa gəlib bizlə danışa bilirsiniz. Yazışa bilirsiniz, görüşə bilirsiniz. Bu şansı itirməyin. Amma inanın gənclər, valideynlərimiz kimi, dayılarımız, xalalarımız kimi danışmaq istəmirəm. İnanın bu gənclik daha pisdir. Səmimi sözümdür. O trend var idi, işi bırakıyorum ya. Elə olubsuz. Niyə? Özü dəyərli. Gəlir, mən iş, belə, keçən biri gəlib deyirəm ki, al sənə Sakarya Meninin sosial mediasını verirəm. Bax, adama deyirəm ki, 30% artır, xətri sayılan bir maaş deyirəm. Çox xətri sayılan maaş deyirəm. Gələ bilirsiniz, Sərxan bəy, buradakı SMM işi ilə marketing işini qarışdırdılar. Burada bilirsiniz. Ya, mənə demə, get et. Adam bahanələr içində getdi növbəti istiqbət və bunu unutmayın. Bir iş yerində savaşın, qalın. Çünki getdiyiniz bütün iş yerləri sizin üçün sıfırdır. Okay? Next verirəm, burada deyirik. Ən kiçik qərarlar belə ən böyük peşmançılıqlar gətirə bilər. Sahib olduğunuz ən gözəl şey gəncliyinizdir. Bunun qiymətini bilin və bu sözümü unutmayın. Qərar verərkən çox düşünün. Amma Ustad Bruce Lee'nin çox gözəl bir sözü var idi. Bir qərar verəcəksənsə, bir şeylər haqqında çox düşünmə. Çünki həyata keçirməyə vaxtınız qalmaz. Ömrünüz qiymətli, gününüz dəyərli və uğur yolunuz bolca işıqlı olsun gənclər. Sizi çox istəyirəm. Mənə verilən vaxt bu qədərdir. Bizim aparıcımız falan hazırsa, növbəti spikerimiz hazırdırsa, lütfən spikerlərimizi çox sıxmayın. O adamlar mənim kimi şov adamı deyirlər, işləyən adamlardır. Mən danışan adamım, işləyən deyiləm. Çünki gözəl bir komandam var və onlar işləyirlər, necə deyirlər, deyir, əskərlər, daha doğrusu generallar əskərlərin çiynində yüksəlir. Çox möhtəşəm bir Sakarya Team ekibimiz var və onlar sağ olsunlar ki, hər zaman mənim dəstəkçilərimdir. Gənclər, lütfən dediklərimdən öz lazım olanlarınızı çıxardın və faydalanın. Çünki sizin hər biriniz bizim üçün çox qiymətlisiniz. Və lütfən gedib ingilis dilli YouTube materialları götürüb gətirib özünə bura bir mikrofon taxıb danışan uşaqları dinləməyin. Sual ver, sən nə yaratmısan? Axşam birinə baxırdım, dostum yanında deyir, kimdir o, nə inib o? Heç bir şey. Heç bir şey eləməyib. Bir şey yaratmaq var ha. Yaratmaq, bir dəyər yaratmaq. O önəmlidir. Anladınız? Bu işığı geçiyindən al, gətir Azərbaycan sat, bir şirkətin olsun. Amma oturum Google'dan çevirim, tərcüm edeyim, fonu düzəldim, arxaya bir led işıq qoyum, buradan danışım ağıllı-ağıllı. Mümkünsə biraz qızların empatiyasını qurmaq üçün qadın yönümlü danışım. Amma şükür Allaha, Aydan onu çox qəşəng tutdu. Bizim Purşunbaş dediyimiz çox qəşəng tutdu. Yəni 17 yaşı var. Dedi, Sərxan bəy dedi, onlar dedi, qız kütləsini idarə etmək üçün danışırlar. Halaldır dedim, bunu gənclər görürsə, devamlı qadın haqları, gedərsən küçədən bir qız gətirib verəsən arvad buna, cal saxla onda. Hayır, onu eləmir, amma qadın haqları. Niyə? Çünki istəyir altdan publikaya işləmək. Buna aldanmayın. Və qarşımıza çıxan hər kəsə bunu deyir, nə yaratmısan? Çünki bu sizə də deyiləcək. Dostlar, günümüz xeyirli olsun. Məncə çoxumuza əslində istiqamət almaq üçün. Tamam. Xüsusən də şikayətlənmək məsələsi. Deyir, bir yaşdan sonra sizdə də o yaranacaq. Bir yaşdan sonra insan
sadəcə başa düşür ki, mən olduğum mövqeyini qəbullanmalıyam. Bir vaxta qədər sadəcə şikayətlənirsən. Niyə belə olmadı? Niyə filan ixtisasa qəbul olmadım? Niyə mənim ailəm belədir? Kaş mən filan ölkədə doğulsaydım, kaş mən filan ailədə doğulsaydım, kaş biraz imkanımız çox olsaydı. Əslində məndə imkanlar çoxdur, əslində mənim daxilimdə perspektiv, potensial çoxdur. Sadəcə mənim onu reallaşdırmaq fürsətim yoxdur. Erik Fromm deyir onu, deyir ki, hər kəs öz daxilində əslində realda olduğundan daha çox potensiala sahib olduğunu düşünür. Amma əslində isə reala nə qədər göstərə biliriksə, nə qədər proyeksiya eləyə biliriksə, o qədər varıq. Sadəcə olaraq bir yerdən sonra qəbullanırsan ki, mən buyam. Əlimdə olan imkanlar budur. Bu ailədə doğulmuşam, bu ölkədə doğulmuşam, bu ixtisasda təhsil almışam. İndi əlimdə olan imkanlarla, bu günümlə, bu halımla neyniyə bilərəm? Bu sualı verəndə artıq qapılar bir-bir insanın üzünə açılmağa başlayır, suallar bir-bir cavab tapmağa başlayır. Konfutsinin də dediyi kimi, ya bir yol tapacaqsan, ya bir yol açacaqsan, ya da yoldan çəkiləcəksən. Bu üç yoldan birini seçmək sizin öz əlinizdədir. Gözəl bir tədbir gedir. Necə, bəyəndiniz Sərxanın çıxışını? Biz də sizi çox bəyənirik. Buradan enerjiniz möhtəşəmdir. Əmin olun ki, sizdən ilham alaraq burada enerji ilə danışırıq. Bizim sponsorlarımız var yeri gəlmişkən, dəstəkçilərimiz var. Yavaş-yavaş təqdim edeyim. Əziz dostlar, Lovely Dent by Dr. Xəyal Səmədov. Stomatoloji klinikadır. Yəqin ki, tanıyırsınız. Bu klinikalar şəbəkəsi 20 ildir ki, artıq sizin üçün dünyada stomatoloji sahədə baş verən ən son yenilikləri Azərbaycana gətirib, sizin xidmətinizə verir. Azərbaycanda ISO beynəlxalq standartları ilə işləyən tək klinikadır və ən əsası analogu olmayan One Day sistemi məhz Azərbaycanda ilk dəfə Dr. Xəyal Səmədov tərəfindən əsası qoyulub. Lovely Dent təşəkkür edirik. Növbəti sponsorumuz az öncə də təqdimatı olan Saxaradır. Saxara Gözəllik Salonlar şəbəkəsi müştərilərinə günlük xidmət yox, ünvanı Mirvari İstirahət Mərkəzinə də təşəkkürlərimizi bildiririk və son olaraq isə Azart Tuning, Azart qrupa təşəkkürlərimizi bildiririk. 2005-ci ildən fəaliyyət göstərir Azart Tuning və Azərbaycanın avtomobil sənayesində tanınmış brendə çevrilib. Az sonra sahibini də daha yaxından tanıyacağıq. Bəylərə daha maraqlı olacaq. Azart qrup hər zaman idmançılarla sıx əlaqədə və idmançılarımıza dəstək olmuşdur. Bütün sponsor və dəstəkçilərimizə ümumilikdə təşəkkürlərimizi bildiririk və sizdən də bir gürültülü alqış alaq dəstəkçilərimiz üçün. Möhtəşəmsiz. İndi, əgər hazırsınızsa, gürültülü alqışlarınızla musiqi fasiləmiz başlayır. Qarşınızda Aynabənd! Sen oldun ömrümün axarı, şimşək çaxarı, buludu tufanı ey. Salam gençler. Bir bak sen oldun gönlümün gümanı, mizrabı kemanı, feryadı amanı hey. Bilenler koşulsun. Bir bak sen oldun ömrümün axarı, şimşeği çaxarı, buludu tufanı ey. Bir bak sen oldun gönlümün gümanı, mizrabı kemanı, feryadı amanı hey. Bir bak sen oldun ömrümün axarı, şimşeği çaxarı, buludu tufanı hey. Bir bak sen oldun gönlümün gümanı, mizrabı kemanı, feryadı amanı hey. Bir bak sen oldun ömrümün axarı, şimşeği çaxarı, buludu tufanı hey.
Yetti bir bak sen oldun Könlümün gümanı Mizrabı kemanı Feryadı amanı Ne soğumuş etibarın yar Heçe çıkmış etibarın yar Deme yokmuş etibarın yar Deme yokmuş yokmuş senin 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 etibarın yar Hamınızı hoş gördük dostlar Necə də əhval ruhiyyəniz Ümid edirəm hamımız əlayıq, hamımız enerjikiyik İndi isə bərabər Son 2, 3 Bir bak sen oldun şiirimin ahengi Dünyamın arzumun çelengi Bir bak sen oldun fikrimin sureti Kalbimin niyeti, eklimin hikmeti Birinci bendi başlan 2, 3, 4 Bir bak sen oldun ömrümün akarı Daha güçlü Bence daha güçlü edebilirsiniz Son 2, 3, 4 Bir bak sen oldun Gönlümün gümanı Feryadı amanı hey Ne soğumuş etibarın yar Heçe çıkmış etibarın yar Deme yokmuş etibarın yar Sadece size deme Sadece hanımlar Beyler Hanımlar gelin öğredey Gitti Deme Beraber son 2, 3 Deme yokmuş Yokmuş senin itibarın yar Deme yokmuş Yokmuş senin itibarın yar Sesimizi eşitmirəm Deme yokmuş Yokmuş senin itibarın yar Deme yokmuş Yokmuş senin itibarın Çok sağ olun. Ne geçeysiniz böyle uşaqlar. İlk mahnıda bence daha güzel başladık. Növbəti mahnı sizce nedir? Deyib oxuyum yoksa demeden oxuyum? Özünüz tapırsınız. Okey, demeden.
açar Nəqarət yenidən Yenə bu səhər Günəş nur yenə əylər Bir təzən alıb Başlar dünya Al əlvan boyar Yoxsa bu dəniz uçar Bir zülmət gecə Dəniz qaçar Gəlir səhər Gəlir səhər Gəlir səhər Gəlir səhər Külay Bu günü apar O öten ömrü Yerden kaytar Nəqarət sizdə Yenə bu səhər Nəqarət sizdə Yenəsiz Çok sağ olun. Dostlar sizin üçün çok özel ve mühim bir eksperimentimizi ifa edeceğiz hazırda. Azerbaycan muğamı ile Azerbaycan bestekar manasının bir roka çevrilmiş halıdır. Ümid edirəm beğenirsiniz. Ses reşonundan xahiş edirəm biraz effekt artırsın. Mikrofonda.
Görelim yaradan senden benden dünyada. Ay aman. Göğe bir bak, yere bir bak, hayat güzel ey Allah. Bir gün sevinç bizim olar, olar bizim bir sabah. Göğe bir bak, yere bir bak, hayat güzel ey Allah. Bir gün sevinç bizim olar, olar bizim bir sabah. Serbaletlerine Hüseyin Cabbar, Elektropiyanoda Raşad Ağazade, Elektrogitarada Ecin Ahmedov. Sevinç nedir ey insan? Bu obadan, bu torpaktan od yok olur ocağıdan. Senden benden dünyada. Ay aman, ay aman. Göğe bir bak, yere bir bak, hayat güzel ey Allah. Bir gün sevinç bizim olar, olar bizim bir sabah. Göğe bir bak, yere bir bak, hayat güzel ey Allah. Bir gün sevinç bizim olar, olar bizim bir sabah. Göğe bir bak, yere bir bak, hayat güzel ey Allah. Bir gün sevinç bizim olar, olar bizim bir sabah. Göğe bir bak, yere bir bak, hayat güzel ey Allah. Bir gün sevinç bizim olar, olar bizim